Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Değerli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi yumşaq, ağızda əriyən, asan və tez başa gələn çox dadlı şəkər çörəyi hazırlayacağam. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Otaq temperaturunda saxladığım yağı ağarıb həcmi artana qədər qarışdırıram. Ərzaqlarımızın miqdarını açıqlama bölümündə yazacağım. Üzərinə 1 stəkan şəkər pudrası əlavə edirəm. Bunu şəkər tozu ilə də əvəz edə bilərsiniz. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Və 1 ədəd yumurtanın ağını da əlavə edirəm. Sarısını isə üzəri üçün saxlayıram. Bütün ərzaqlarımızı əlavə etdikcə mikserlə qarışdırıram. Və üzərinə balaca kiçik armudu stəkanın yarısından duru yağ əlavə edirəm. Əgər şəkər çörəyini daha da çox bişirmək istəyirsinizsə, bu ərzaqların 2 qatını, yəni artırıb da çoxalda bilərsiniz. 1 paket vanil əlavə edirəm üzərinə. Bir kiçik çay qaşığı kabartma tozu əlavə edirəm. Kabartma tozunu çox əlavə etmək olmaz. Və üzərinə un əliyərək əlavə edirəm. Unumuzu da əlavə etdim. İlk öncə qaşıqla qarışdırıram, sonra isə əlimlə yoğururam. Xəmirimizi əlimlə yoğururam. Yumşaq, çox maraqlı, çox gözəl bir xəmir alınır. Burada sizə xəmirimizin kıvamını göstərmək istəyirəm. Həm dağılır, həm yığılır. Çox maraqlı bir xəmirdir. Xəmirimiz artıq hazır oldu. Heç də gözlətmədən keçirəm şəkər çörəyini hazırlamağa. Xəmirimizdən biraz kəsib əlimin içərisində fırladaraq şəkər çörəyini hazırlayıram. Gördüyünüz kimi bu formada olmalıdır. Bütün xəmirimizi eyni qayda ilə edirəm, gördüyünüz kimi. Hamısını soba listinə düzdüm və üzərinə barmaqla yer açıram. Siz istəsəz kiçik qaşıqla da edə bilərsiniz. Gördüyünüz kimi bu formada üzərində yer açıram.
və yumurtanın sarısını üzəri üçün saxlamışdım. Krem torbasına əlavə etmişəm və bu formada üzərinə əlavə edirəm. Həm maraqlı, həm də dadlı bir şirniyyatdır. Yumurtanın sarısını da əlavə etdim və bunu sobaya qoyuram. Sobada 150 dərəcədə sobanın alt gözündə bişirirəm bunları. Çünki üzəri qızarmamalıdır. Şəkər çörəyinin altı qızarıb üzəri ağ qalmalıdır. Gördüyünüz kimi belə də oldu. Artıq şirniyyatımız bişib, üzəri ağ, altı qızarıb. Görüntüsü möhtəşəm, dadı möhtəşəm. Gördüyünüz kimi asan və tez başa gələn, ağızda əriyən, yumşaq şəkər çörəyimiz hazır oldu. Dəyərli izləyicilərimiz, hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allaha əmanət olun.